Azərbaycan jurnalistikası, Azərbaycan mətbuatı, indiki dillə desək, indi o artıq media terminologiyasından istifadə olunur. Bütövlükdə o keçdiyi prosesə münasib olaraq dəyərləndirməliyik. Yəni bütün tarix boyu Azərbaycan mətbuatı gərgin ictimai bir təsir vasitəsi olub. Yəni o mənada mətbuat yalnız Azərbaycan mətbuatından söhbət gedirsə, yalnız xəbər vermək, yalnız maarifləndirmək, yalnız mütaliə subyekti olaraq dəyərləndirə bilməz. Onun bir ictimai dəyəri olub. İstər Əkinçi olsun, istər Molla Nəsrəddin olsun, istər Füyuzat və Həyat olsun. Bax, bu prosesin hamısı, bilmirəm hansı faiz dərəcəsindən istifadə eləmək olar. Böyük bir hissəsi, bax, bu mətbuatın müşayiəti ilə və bəlkə də mətbuatın çiynində gəlib. Bax, biz bugünkü mətbuatımıza qiymət verəndə mən hesab edirəm ki, o tarixi yolu, o tarixi prosesin bir hissəsi kimi götürməliyik mətbuatı və 90-cı illərdə də həmin tarixin bir hissəsi kimi gəlirdi. Yəni, o Azərbaycan mətbuatı 90-cı illərdə necə ki, ictimai həyata, necə ki, insanlara, necə ki, ümumən tarixi proseslərə təsir eləmək qüdrətində və iddiasındaydı. Bax, həmin yol indi bugün gəlib tamamilə fərqli bir istiqamətə çıxıb və açıq desək, çəkinmədən desək, belə bir səhraya, quraqlıq bir əraziyə gəlib çıxıb. Belə bir metafordan istifadə eləsək, yəqin ki, mümkündür. Yəni, bu gün Azərbaycan mətbuatının, Azərbaycan jurnalistikasının ictimai həyata, insanlara, proseslərə təsir gücü o tarixən keçdiyi yolda ən zəif nöqtədədir. İndi başqa missiyalar, başqa funksiyalar qazanmayıb, onun başqa bir missiyası var ya yoxdur, bu artıq başqa bir söhbətin mövzusudur. Mən o tarixi prosesdə, o tarixi zəncirdə Azərbaycan mətbuatının bugünkü vəziyyətini qiymətləndirmə baxımından bu sözləri deyirəm ki, həmin zəncirdə indi çox zəif görünür. Bu bizə bu və digər dərəcədə ancaq bizim bilgilərimiz daxilindədir. Füyuzat haqda bildiklərimiz, açığını deyim ki, istər orta məktəb səviyyəsində bir qədər kasatlı olsa öyrənmişdik, istər də ki, sonrakı proseslərdə, sonrakı deməli dövrdə özümüzün öyrəndiklərimiz daxilində bilirik Füyuzatın rolu və onun xarakteristikası müəyyən qədər vermək mümkündür. Amma bizim tutalım, ümumən ictimai şuurumuzda, mətbu şuurumuzda Füyuzata verdiyimiz dəyər nə dərəcədə qanedicidir, qənaətbəxşdir, bu artıq başqa mövzudur. Biz yalnız onu bilirik ki, Azərbaycan mətbuatında tarixən həmin o dediyimiz 19-cu əsrin sonu ilə başlayan o böyük bir proses, böyük bir mədəni, ictimai intibah, cümhuriyyətlə nəticələnən intibahda Füyuzatın da ayrıca bir rolu olub. Mən hesab edirəm ki, o məşhur bölgü ilə desək, Molla Nəsrəddin Füyuzat antagonizmi demək düzgün çıxmaz, paralelliyi demək bəlkə demək mümkündür və hardasa bir-birindən qidalanan bir paralellik var burada. Mən hesab edirəm ki, Füyuzat Azərbaycanda Cümhuriyyətin qurulması ilə nəticələnən o düşüncənin aparıcı xəttlərindən biri idi. Onun populyarlığı və onun ictimai həyatdakı kütləviliyi nə dərəcədə qənaətbəxş idi, nə dərəcədə rol oynaya bilirdi, bu bəlkə də tartışıla bilər, amma heç də həmişə son nəticəyə gəlib çıxmaqda kütləvilik və populyarlıq əsas rol oynamır. Bəzən problemlərin həlli, bəzən nəticələr, bəzən hədəflər, azlıqların və elitar qüvvələrin hesabına həll olunur. Bu mənada mən hesab edirəm ki, Füyuzatın Azərbaycan mühafizəkar dünya görüşünün və cümhuriyyətçi dünya görüşünün formalaşmasında mühüm rol olub.
tamamilə başqa bir şəraitdə biz yaşayırıq və o istiqamətə gedirik. Əvvəllər redaksiyalar demək olar ki, bir təlim və əvvəlki biraz da dəqiq ifadə eləsək, əvvəl mətbuat deməli redaksiyaları, mətbuat orqanlarının özü bir instansiya olaraq həm ictimai şüura, ictimai həyata təsir edən bir qüdrəti var idi. İkinci tərəfdən jurnalistlərin yetişməsində, imzaların yetişməsində çox mühüm rol oynayırdı. Yəni jurnalistika heç bir vaxt mən hesab eləyirəm ki, nəzəri öyrənilən bir sənət olmayıb. Jurnalistika əslində redaksiyalarda meydana çıxan bir fikir prosesi olub, bir sənət prosesi olub. Bax, bu mənada indiki zamanada artıq redaksiyalar o funksiyalarını demək olar ki, itirib, yəni onun öyrədicilik, onun imza yetirmək, onun deməli praktik jurnalistikanı yetişdirmək kimi funksiyalar tamamilə sıradan çıxıb və indi artıq jurnalist yavaş-yavaş xəbəri ötürən bir texniki bir vasitəyə çevrilir. Bunu mən böyük bir ürək ağrısı ilə demək istəyirəm. İndi bilmirəm, böyük bir qlobal müstəvidə hansı proseslər gedəcək və istər jurnalistikanın, istər digər deməli sənət sahələrinin taleyi gələcəkdə, xüsusən də bu yapay zəkanın, süni intellektin şəraitində hansı istiqamətə gedəcək. Amma indi mən açıq-aydın görünür ki, burada bir neçə amillər sıradan çıxır. Məsələn, biz həmişə əvvəlki jurnalistikada belə bir deməli düstur var idi, belə bir resept vardı ki, xəbər yaza bilməyən jurnalist heç bir vaxt jurnalist hesab olunmaz. Amma indi xəbərin funksiyası o qədər artıb ki, o bütün janrları sıradan çıxıb və şəxsən mən bu fikirdəyəm ki, bugün ümumiyyətlə xəbər hər şeyi yeyib. Yəni və o xəbər demək olar ki, jurnalistika bütün janrların sıradan çıxardı və hər şeyə xəbər kimi baxmaq, informasiya kimi baxmaq tamamilə yanlış bir nöqtəyə gətirib çıxardıb. Yanlışlıq nədən ibarətdir? Məlum olur ki, cəmiyyətə xəbər vermək heç bir vaxt bir nömrəli vəzifə hesab oluna bilməzmiş. Əslində bu insanları deməli hazır o yarım fabrikatlarla, o qidada olan yarım fabrikatlarla təmin eləmək qədər belə mənasız bir şeymiş. Əslində o çeşidlər jurnalistikanın, insan düşüncəsini, cəmiyyətin həyatını hərəkətə gətirən qüvvələr xəbər deyilmiş. Xəbərin yaratdığı proses deyilmiş. Əslində o düşüncənin, analitikanın, münasibətin deməli yaratdığı bir rezonans imiş. Yəni cəmiyyəti formalaşdıran xəbər deyilmiş. Bu yanlış yanaşmadır. Bu gün bütünlükdə jurnalistikada fikir versəniz, məni narahat edən xüsusi mühüm məsələlərdən biri budur ki, jurnalistika tamamilə xəbər və informasiya deməli axının əlinə keçib. İndi o axın necə idarə olunur və menyuya hansı xəbərlər deməli təşkil olunur və tətbiq olunur, doldurulur o xəbər lenti, xəbər axını. Bu artıq başqa bir mövzudur. Eyni zamanda bütün başqa janrlar, o analitik janrlar, reportajlar, nə bilim, tutalım geniş analitik yazılar, müsahibələr, köşə yazıları, müəllif yazıları, məqalələr və indi o janrdan hamısını eləmək mümkündür. Onların hamısı sıradan çıxıb və beləliklə çox belə az istifadə olunan müsahibələr qalıb. O müsahibələrin özü də çox vaxt cari məsələləri əhatə eləmir. Müsahibələr qalıb. Esseyistikada müəyyən işartılar var. Amma böyük bir hissə presrelizlərdən ibarət, presreliz səviyyəli xəbərlərdən doldurulur. Bu isə o deməli o jurnalistikanın cəmiyyətə təsir edici qüvvəsini tamamilə deməli sıradan çıxarmış hala gətirir. Sosial şəbəkə və
media anlaşmasında sosial şəbəkələrdə sosial media hesab olunur. Amma biz şərt olaraq əgər iki yerə bölsək, sosial şəbəkələr və təxminən o klassik mətbuatın üzərində qurulan media nəzərdə tutulur, saytlar, portallar, belə tutalım, agentliklər və bu iki qarşıdurmada bunları əgər qarşı tərəflər kimi götürsək, artıq o klassik medianın üzərində qurulmuş, klassik mətbuatın üzərində qurulmuş media sosial şəbəkələrə uduzur. Burada bəzi incəliklər də var. O incəliklərdən biri deməli reklam və pul maliyyə mübarizəsidir. Yəni sosial şəbəkələr yavaş-yavaş qabağa çıxır və bütün o deməli mediadan gələn vəsaiti, mümkün reklam vəsaitləri mənimsəyir. Ona görə də əslində deməli sosial şəbəkədən gələn informasiyalar artıq saytlardan gələn informasiyaları üstələyir. Bir növ asılı vəziyyətə düşür. Yəni medianı, yəni o jurnalistikanı işarə edən, jurnalistikanı ifadə edən media sosial şəbəkələrə tamamilə uduzur. Burada dediyim o həm qlobal bir prosesin nəticəsidir, burada lokal amillər var, burada o xəbər deməli sahəsini idarə edən amillərin rolu var, hansı xəbərlər necə getməlidir və bu məsələlərdə demək olar ki, sosial şəbəkələr qabaqlayır. Burada başqa bir incə oyun da var. İndi biz o şərtləri artıq bütün dünya qəbul eləmək üzrədir. Yəni artıq seçilmişlər yox, əvvəllər yazı yazan adamlar seçilmişlər adam olurdu. Onların yazıları müəyyən bir instansiyadan keçirdi, redaktordan keçirdi, sonra redaksiyadan keçirdi. Burada bir qərar olurdu, qərar verici orqan olurdu. Amma indi sosial media, sosial şəbəkə prizmasından baxanda burada heç bir şey yoxdur, heç bir seçmək və belə deyək də filtrləmək şey yoxdur. Hər bir adam istənilən vaxt istənilən şey yaza bilər və bu mən elə ki, bax bu şərait heç də ümumən mən hesab edirəm ki, insanlığın və insan dəyərlərinə uyğun deyil və olmayacaq. Mən düşünürəm ki, bunu nə vaxtsa hansısa bir şəkildə deməli tənzimləmək lazım gələcək. Amma ehtiyatlandığım daha bir məsələ var ki, həmişəki kimi qərarları kim qəbul edəcək? Yəni xəbərlərin yayılmasında, xəbərlərin insanlara çatdırılmasında kimin sözü keçərli olacaq? Əvvəl bilirdik ki, məlumdur ki, o klassik redaksiyalarda bir hökumət vardı, onu senzuraya biləcək və yaxud da qərar verə biləcək bir instansiya vardı. Amma indi artıq o instansiyanın da rolu fərqli istiqamətə gedir və beləliklə belə bir qəribə bir xaotik vəziyyət gəlir. Bu xaotik bir vəziyyətin hökm sürdüyü şəraitdə hansı xəbəri vermək olar, hansı xəbəri vermək olmaz deməli sualı demək olar ki, sıradan çıxmış olur. Hansı xəbər vermək olar? Burada ən böyük deməli mənim narahat edən məsələ fake şeylərdir, fake məlumatlardır. Artıq məqsədli məlumatlar, fake məlumatlar, o orijinal və doğru məlumatlardan qabağa çıxır və beləliklə dəbdə olan bir simulyasiya nəzəriyyəsi var. O simulyasiya nəzəriyyəsinə görə biz heç də həqiqət deyilik, bizi hardansa idarə edirlər. O necə ki, o kimi kompüter proqramları kimi proqramlaşdırılmışıq. Bu mənada bu proqramlaşdırma biraz da artır və burada bəşəri dəyərlər çox ciddi sual altına düşür və bütün bunlar hamısı çox qəribə bir şəkildə, yəni bunların bu prosesə bir fəlsəfi bir yanaşma ilə qiymət verəsi olsa, bütün proseslər və indi və bundan sonraki proseslər hamısı yazının üzərində, mətnlərin üzərində, kontentlərin üzərində gedir və gedəcək. Yəni nəyi qabağa vermək, nəyi diqqətə çıxartmaq, nəyi xəbər və kontent şəklində nəzərdə tuturam, media məmulatı və yaxud da sosial şəbəkə məmulatı və məlumatı kimi nəzərdə tuturam. Nəyi qabağa vermək, bütün bu prosesin idarə olunması çox mürəkkəbləşir, amma hər şey yenə də yazının
və mətnlərin üzərində öz həllini tapacaq. Jurnalistika sahəsində artıq o dediyim ki, o jurnalistika nədir? Yazmaq eşqindən yaranmış, düzdür, bir qədər onun o leveli aşağı levelli tutalım. Həmişə jurnalistika, publisistika ədəbiyyatın aşağı leveli hesab olunub, nisbətən aşağı leveli hesab olunub. Hərçənd məsuliyyət daşıma baxımından kifayət qədər populyar və kifayət qədər deməli mühüm hesab olunub, amma ümumən o sözün qüdrəti mənasında ədəbiyyatdan biraz aşağı hesab olunub. Amma bütövlükdə jurnalistika da, publisistikada, xəbər və digər jurnalistikanın o janrların yazılması baxımından həmişə bir istedadın və deyərdim şirtmə olmasın, deyərdim ki, bir eşqin nəticəsi olub. Yəni insan yazmaq istəyən adam jurnalistikaya gəlib. Amma indi bütün bunlar yavaş-yavaş sıradan çıxır və mənə elə gəlir ki, jurnalistika yavaş-yavaş doğrudan da o bəlli ifadə ilə desək, mənim bəyənmədiyim və qəbul eləmədiyim ifadə desək, bir peşəyə çevrilməkdədir. O peşədə o necə ki, nə bilim, o digər o texniki peşələr kimi yalnız əl öyrənməlidir, yəni yalnız texniki vasitələri bilməlisən. Adicə siz təsəvvür eləyin ki, mən həmişə jurnalistikada bir şeyə fikir vermişəm, gələn cavan uşaqlara fikir vermişəm ki, bu adam cümlə yaza bilir ya yaza bilmir. Daha doğrusu biraz da dəqiq ifadə eləsəm, bu adam cümləyə fikir yükləyə bilir ya yükləyə bilmir. Bu bir cümləyə fikir yükləmək, bu bir neuropsixoloji bir prosesdir. Bu yalnız bir sənət və hansısa bir xəbəri ifadə eləmək deyə ona qiymət vermək azdır. Sən hər hansı bir hadisəni, hər hansı bir prosesi, hər hansı bir nə bilim fikri sən o cümləyə yükləyə bilirsən ya yükləyə bilmirsən. Yalnız sən o quru sxematik şəkildə verirsən. Amma indi başqa bir narahatlıq da var ki, heç adamlar artıq cümləyə də yükləmək istəmir. Sadəcə olaraq o fikri, sadəcə olaraq o necə deyilir, sözləri sanki o monitora deyək, hansısa bir o kompüter kağız yoxdur deyə onu istifadə eləməyə məcburuq o terminologiyadan. Hansısa bir kompüter səhifəsinə Word proqramını sadəcə olaraq dağıtmaqla məşğul olur. Redaktor onu nisbətən, yəni o xəbəri verməyə məsul insanlar onu nisbətən bir müəyyən bir çərçivəyə salmaqla məşğul olur. Bundan başqa dediyim kimi o texniki işlər, jurnalistika texniki səviyyəyə gəlib deyə, indi də deməli süni intellektin köməyi ilə yazılan mətnlər ortaya çıxır deyə artıq insanın və o eşqin iştirakı biraz da belə başqa bir ifadə ilə desək, neuropsixoloji yüklənmə baş tutmur. Burada bunu bilmirəm, hansısa bir jurnalistika fakültəsində həll eləmək olarmı, yoxsa bu ümumi prosesdirmi? Mən düşünürəm ki, bütün proseslər jurnalistikada daxil yenidən dizayn olunmalıdır, dünya yenidən dizayn olunmalıdır və insanların işi, peşəsi, hadisələrə münasibəti yenidən qurulmalıdır. Məncə bu prosesdə jurnalistikada kənarda qalmayacaq və proseslərə təsir eləmək qüdrəti qazanmaq baxımından jurnalistikanın qarşısında çox ciddi qayğılar durur deyə düşünürəm.